Salam hər kəsə. Asiyanın regionlarına baxırıq. Asiya fiziki baxımdan 6 regiona bölünür. Şimali Asiya, Şərqi Asiya, Cənubi Asiya, Mərkəzi Asiya, Cənub-Şərqi Asiya, Cənub-Qərbi Asiya regionlarıdır. İndi baxaq Azərbaycanın da olduğu Cənub-Qərbi Asiya regionuna. Cənub-Qərbi Asiya regionunda yerləşir Azərbaycan, Gürcüstan paytaxtı Tbilisi, Ermənistan paytaxtı Yerevan, Türkiyə paytaxtı Ankara, daha sonra İran, Tehran, Əfqanistan da bura aiddir. Paytaxtı Kabildir. Suriya, Dəməşq, Livan, Beyrut, İsrail, Təl-Əviv, İordaniya, Əmman, Küveyt, Əl-Küveyt, Bəhreyn, Manama, Qatar, Doha, Birləşmiş Ərəb Əmirliyi, deməli Əbu-Dabi, Oman, Məqsəd, daha sonra Yəmən, Səna, Səudiyyə Ərəbistanı isə Ər-Riyaddır. İndi biraz daha detallı baxaq. Deməli, Cənub-Qərbi Asiya regionu ölkələrindən Azərbaycan, Ermənistan və Əfqanistanın dünya okeanına çıxışı yoxdur. Azərbaycan ən azından Xəzərə çıxışı var, Əfqanistanla Ermənistanda o da yoxdur. Daha sonra Qara Dəniz sahilində yerləşir Türkiyə və Gürcüstan. Həm də qeyd etmək lazımdır ki, bu Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Əfqanistan, İran, bunlar həm respublika idarə etməsinə malikdir, həm də unitar ölkələrdir. Daha sonra isə baxaq bu hissəyə, Aralıq dənizinə çıxan ölkələrə. Yenə Türkiyədir, Suriya, Livan, İsrail, deməli Aralıq dənizi sahilində yerləşən ölkələrdir. Daha sonra isə burada İordaniyanı görürük. İordaniya isə Qırmızı dənizə çıxır. Ümumiyyətlə İsrailin iki dənizə, iki okeana çıxışı var. Qırmızı dəniz vasitəsilə Hind okeanına, Aralıq dəniz vasitəsilə Atlantik okeanına çıxışı var. İordaniya da burdan, deməli, ümumiyyətlə burada körfəzin adı Əkəbə körfəzidir. İordaniyada burada Qırmızı dənizə çıxış əldə edir bir balaca burdan və İordaniyanı qeyd etmişdik ki, deməli monarxiya, konstitusiyalı monarxiya idarə etməsinə malik idi. Daha sonra keçək İran körfəzi ölkələrinə. İran körfəzinə çıxır İran özü. Daha sonra İraq bir balaca burdan çıxır. Küveyt, Bəhreyn. Qeyd etmək lazımdır ki, Bəhreyn burada ada ölkəsidir, amma süni torpaq bəndlərlə Səudiyyə Ərəbistanına birləşdirilib. Qatar isə yarımadada yerləşən ölkədir. Birləşmiş Ərəb Əmirliyi. Bir balaca da Omana məxsus olan yarımada burdan İran körfəzinə çıxır. Bunu da qeyd etmək lazımdır ki, burada olan ölkələr, yəni Səudiyyə Ərəbistanıdır, Küveytdir, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirliyi, Oman monarxiya ölkələri idi və biz qeyd etmişdik ki, buradan Küveyt konstitusiyalı monarxiya idi, digərləri isə mütləq monarxiya idi və Səudiyyə Ərəbistanı mütləq monarxiyanın teokratik qrupuna aid idi. Federativ unitar baxımından baxdıqda isə burada iki dənə federativ ölkə görürdük biz. Biri İraq idi, biri də Birləşmiş Ərəb Əmirliyi idi. Daha sonra bu ən vacib məlumatlar idi. Bunları dedik. Burada isə doğrudan Oman körfəzinə elə Oman özü çıxır, İran çıxır. Yəmən isə həm Qırmızı dənizə çıxır. Daha sonra burada deməli Babülməndəb boğazı var idi və buradan keçir hara? Deməli Ərəbistan dənizi, ümumiyyətlə Hind okeanına. Daha sonra gəldik Cənubi Asiya regionuna. Deməli, bu Cənubi Asiya regionunda yerləşir Pakistan, Hindistan, Nepal, Butan, Banqladeş ölkələri və bu ölkələrdən qeyd etmişdik ki, Pakistan, Hindistan federativ inzibati ərazi quruluşuna malik olan ölkələr idi. Və deməli dedik ki, Pakistan, Hindistan, Nepal burada federativ inzibati ərazi quruluşuna malik olan ölkələrdir. Həmçinin burada Cənubi Asiyadan bir dənə Butan monarxiya idi, özü də konstitusiyalı monarxiya ölkəsi idi. Bir də qeyd etmək lazımdır ki, şimal tropik xətti keçir burdan və bu şimal tropik xətti deməli burada bəzi ölkələri kəsir. Hansı ölkələrdə olar? Baxın, bu hissədə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Oman, daha sonra deməli gəlir bu hissədən Hindistan və Banqladeşi deməli şimal tropik xətti kəsir. Baxın, burada dəqiq bunu bilmək lazımdır ki, yəni ayırd etmək lazımdır ki, Pakistanı şimal tropik xətti kəsmir. Burada şimal tropik xətti bu hissədən təqribi gəlir, Birləşmiş Ərəb Əmirliyinin cənubundan keçir və deməli Hindistan və Banqladeşdən keçir. Daha sonra
Pakistanın paytaxtı İslamabaddır, Ərəbistan dənizi, yəni Hind okeanına çıxır. Hindistanın paytaxtı Yeni Dehlidir və yarımada ölkəsidir. Daha sonra Nepalın paytaxtı Katmandudur. Daha sonra Banqladeş isə Dəccədir. Burdan Banqladeşin də çıxışı var, amma Cənubi Asiya ölkələrindən Nepal və Bhutanın okeana çıxışı yoxdur, materik daxili ölkələrdir. Daha sonra Şri-Lanka var burada. Şri-Lanka Folq boğazı ilə ayrılırdı Hindistan yarımadasından. Ada ölkəsidir, paytaxtı Kolombodur. Maldiv ada ölkəsidir, paytaxtı deməli Mali idi səhv eləmirəmsə. Daha sonra keçirik Cənub-Şərqi Asiya ölkələrinə. Cənub-Şərqi Asiya ölkələrinə aiddir Myanmar paytaxtı Neypido, Tayland Phnom Penhdir paytaxtı, Kamboca deməli daha doğrusu Tayland Bangkokdur, Kamboca Phnom Penhdir, Laos deməli Vientianedir, Vyetnam paytaxtı Hanoidur, Malayziya deməli paytaxtı Kuala Lumpurdur, Bruney Bəndər Sərbi Begavandır, Filippin Maniladır, İndoneziya isə paytaxtı Jakartadır. Burada qeyd etmək lazımdır ki, Cənub-Şərqi Asiya ölkələrindən bircə dənə bu Laosun dünya okeanına çıxışı yoxdur və bəzi ölkələr var, məsələn Tayland, Malayziya, İndoneziya 2 okeana çıxır. Məsələn Tayland və bu hissədən Hind okeanına çıxır, şərq hissədə isə Sakit okeandır. Daha sonra Malayziyada həmçinin, Indoneziyada həmçinin elə. Burada Malakka yarımadası var. Bu ölkələr onsuz da Hindçin yarımadasına yerləşən ölkələrdir və bu Şimal tropik xətti burdan Myanmanı kəsir. Bir də nəyi bilmək lazımdır burada? Malakka yarımadasında yerləşir Taylandla Malayziya ölkəsi. Malayziya həm yarımadada, həm də adada yerləşir. Bu Kalimantan adasının digər adı Borneo adasıdır və burada yerləşir İndoneziya, Malayziya və Bruney ölkələri. Biz qeyd etmişdik ki, deməli Tayland, Kamboca, bir də Malayziya haqqında demişdik ki, bunlar deməli konstitusiyalı monarxiya idi. Bruney isə mütləq monarxiyanın teokratik qrupuna aid ölkə idi. Daha sonra sosialist ölkələrdə Laos və Vyetnamın adını qeyd etmişdik. Bunları da deyə bilərik. İndoneziya ən böyük arxipelaq ölkəsidir. Arxipelaq bir çox adalar toplusudur və burada qeyd etmək lazımdır ki, İndoneziyanın paytaxtı Yava adasında olan Jakartadır. İndoneziya həmçinin deməli Sumatra, Yava böyük adalarıdır. Sulu, Sulawesi adaları var. Bir də Papua Yeni Qvineya adasının da bir hissəsi İndoneziyaya aiddir. Həmçinin burada Şərqi Timor ölkəsi var. Bu da deməli adada yerləşir Timor adasının bir hissəsində. Daha sonra keçirik Şərqi Asiyaya. Deməli Şərqi Asiyaya da aiddir Yaponiyaya. Yaponiya, Koreya Xalq Demokratik Respublikası, Cənubi Koreya, Çin. Bu ölkələrdən Cənubi Koreya və Yaponiya inkişaf etmiş ölkələrdir və Koreya Xalq Demokratik Respublikası deməli sosialist rejimdə olan ölkədir, həmçinin Çində. Daha sonra Yaponiya adalarda yerləşən ölkədir və deməli qeyd etmişdik ki, Yaponiya monarxiya idi, özü də buranı imperator idarə edirdi. Daha sonra və bu ərazidə bir Şərqi Asiyada hər hansı bir federativ ölkə adı çəkməmişik. Daha sonra Çinin paytaxtı Pekindir. Daha sonra bu Koreya yarımadasında yerləşir. Koreya Xalq Demokratik Respublikası və deməli Cənubi Koreya. Deməli bu Şimali Koreyanın paytaxtı deməli Pxenyandır, Cənubi Koreyanın paytaxtı Seuldur, Yaponiya isə Tokyodur. Daha sonra gələk aşağı və Mərkəzi Asiya regionuna baxırıq. Mərkəzi Asiyada isə Qazaxıstan, Monqolistan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan ölkələri yerləşir. Monqolistan paytaxtı Ulan-Batordur və bu Mərkəzi Asiya ölkələrinin dünya okeanına çıxışı yoxdur. Yəni materik daxili ölkələrdir bunlar. Burada Özbəkistan isə 2 qat materik daxili ölkədir. Yəni nə özünün, nə də qonşularının dünya okeanına çıxışı yoxdur. Və Monqolistan paytaxtı Ulan-Batordur, Qazaxıstan paytaxtı Astanadır, Özbəkistan Daşkənd, Türkmənistan Aşqabad, Qırğızıstan Bişkek, Tacikistan isə Düşənbədir. Və qeyd etmək lazımdır ki, bu Qazaxıstan və Türkmənistanın Xəzər dənizinə çıxışı var, Özbəkistan isə yoxdur. Burdan Qazaxıstan qoymayıb. Baxın, Özbəkistan Aral dənizi var burada. Aral dənizi Qazaxıstan və Özbəkistan arasında sərhəddə yerləşir və bu Aral dənizinə Tacikistandan başlayıb Özbəkistanda tökülən Amu dərya və Qırğızıstandan başlayıb Qazaxıstanda tökülən Sırdərya. Yəni Amudərya, Sırdərya çayları tökülür. Aral dənizi son illərdə quruyub. Səbəb də odur ki, bu Amudərya, Sırdərya çaylarından suvarmada çox geniş istifadə olunub. Ona görə də bu çaylar gəlib çata bilməyib və quruyub. Daha sonra və bu ölkələrin hamısı deməli
Materik daxili ölkə dedik, hamısı respublikadır və unitardır. Burada deməli nə qaldı? Şimali Rusiya qaldı, Şimali Asiya qaldı. Şimali Asiya regionunda da yerləşir elə Rusiya ölkəsi və Rusiyada paytaxtı Moskvadır. Bir sıra ada və Taymur yarımadası var məsələn, daha sonra Kamçatka yarımadası var. Kola yarımadası da ona aiddir. Bir sıra Vrangel, Novaya Zemlya, Severnaya Zemlya kimi adaları da ona məxsusdur.